Salam uşaqlar, hər birinizi xoş gördük. İnşallah biz bugün maqnit sahəsi mövzusunun çalışmalarına baxırıq. Çalışma 1. Boşluqlara uyğun sözləri yazaraq mətni tamamla. Sabit maqnitlər arasındakı qarşılıqlı təsir kimi müşahidə olunur? Hansı formalarda? Maqnit itələmə formasında, bir də maqnit cəzb etmə formasında müşahidə olunur. Davam edək. Maqnit qarşılıqlı təsir vasitəsilə ötürülür. Nə vasitəsilə ötürülür? Maqnit sahəsi vasitəsilə ötürülür. Bunu da buraya yazarım. Mən belə oxlarla istiqaməti göstərirəm, siz yazarsınız. Davam edək. Maqnit sahəsinin daha güclü olduğu hissələr maqnitin qütbləri adlanırdı. Bu qütblər sözünü isə buraya yazarıq. Davam edirik. Qarşılıqlı təsir dedikdə maqnitlərin bir-birinə təsir nəzərdə tutulur. Bu təsir sözünü də birbaşa buraya yazarıq. Davam edək. Növbəti çalışma 2 nömrəli çalışmadır. Maqnit sahəsini vizuallaşdırmaq üçün hansı iki üsuldan istifadə olunur? Maqnit sahəsini vizuallaşdırmaq üçün dəmir tozundan istifadə olunur. Dəmir tozu üsulu. Digəri isə kompas əqrəbləri. Kompas əqrəbləri üsuludur. Yəni dəmir tozunu maqnitin üzərinə bir dənə şəffaf plastik və yaxud da şüşə qoysaq, üzərinə dəmir tozları töksək, məsələn fərz edək ki, belə bir maqnitimiz var bizim. Buraya N, buraya S deyək və bunun üzərinə belə bir fərz edək ki, şüşə qoyuruq. Bunun üzərinə dəmir tozları tökəndə həmin dəmir tozları belə bir görünüş alırdı, xatırlayırsınızsa. Bu da onun qüvvə xətlərini təsvir etməyimizə imkan verir. Yəni bu şəkildə maqnit qırıntıları belə şəkil alırdı. Deməli, maqnit sahəsini vizuallaşdırmaq üçün dəmir qırıntılarından istifadə etmək əlverişlidir. Bəs kompas əqrəbləri vasitəsilə necə ifadə oluna bilər? Daha doğrusu necə təsvir oluna bilər? Fərz edək ki, bizim bir maqnitimiz var, NS. Bu maqnitin qüvvə xətləri belə olur. İstənilən nöqtəsinə bir kompas əqrəbi gətirdiyimiz zaman o bu şəkildə fırlanıb müəyyən yöndə bir istiqamət alır. Əslində hər iki üsul əlverişlidir. Sadəcə olaraq nəticə etibarı ilə əgər bizə sadəcə qüvvə xətlərinin forması lazımdırsa, o zaman dəmir tozu üsulu daha yaxşı olar istifadə etmək, daha münasib olar. Amma maqnit sahəsinin istiqamətini təyin etmək üçün isə kompas əqrəbləri daha əlverişli olar. Məsələn, bax burada istənilən nöqtəsində kompas əqrəbinin N qütbündən qüvvə xətlər çəkərək maqnit induksiya vektorunun istiqamətini bu şəkildə çəkmək olar. Davam edək. Növbəti çalışmamız 3 nömrəli çalışmadır. Şəkildəki qutunun içində düz maqnit, qutunun yaxınlığında isə kompas var. Kompasın əqrəbinin vəziyyətinə əsasən sabit maqnitin qutu daxilində necə yerləşdiyini müəyyən et. Onun qütblərini və qüvvə xətlərini çək. Burada bizim kompasımız var. Kompasın əqrəbinin bu hissəsi kompasın şimal qütbünü göstərir. Müəllim, axı şimal N-dir desəniz, deyərəm ki, bu hissələr bizə lazım deyil. Yəni bunlar kompasın üzərində çəkilmiş istiqamətlərdir. Bizə lazımdır onun içərisindəki maqnitin istiqamətləri. Bunları belə silək. Bunlar bizə lazım deyil. O zaman bu əqrəb bilirik ki, biz deməli maqnit əqrəbinin bu tərəfi N-dir, bu tərəfi isə S-dir. Yəni sağ tərəfi N, sol tərəfi S-dir. O zaman bu qutunun içərisində maqnit necə yerləşmişdir? Bilirik ki, maqnit qarşılıqlı təsirində şimal tərəf cənub tərəfi, cənub tərəfdə şimal tərəfi cəzb eləyir. O zaman bunun içərisində maqnit belə yerləşmişdir. Buraya N, buraya S yazarıq. Yəni bu hissəni məsələn rəngləsək, bu hissəni mavi rəngləyərik.
Eni mavi rengləyərik. S'i isə qırmızı rengləyərik. Bu şəkildə. Və deyir ki, onun qüvvə xətlərini, bax, onun qütblərini və qüvvə xətlərini çəkdir. Qütblərini yazdım mən. Burası N oldu, burası S oldu. Çünki N kompasın S'ini, S isə kompasın N'ini cəzb edir. Qüvvə xətlərini çəkərkən isə qüvvə xətlərinin N'dən çıxır və isə daxil olur kimi çəkilirdi. Bax, bu şəkildə N'dən çıxır, S isə daxil olur. Bu formada. Davam edək. Növbəti çalışmamız 4 nömrəli çalışmadır. Şəkilə əsasən suallara cavab ver. Burada bir maqnit görürsünüz. Ətrafında kompas əqrəblərini düzmüşlər. Daha doğrusu maqnit əqrəblərini. Və gəlin baxaq görək bizdən nə tələb olunur. A. B ilə göstərilən kəmiyyət nə adlanır? B ilə maqnit induksiya vektoru göstərilir. O zaman buraya yazaq. B ilə maqnit induksiya vektoru işarələnir. Davam edək. B. Nə üçün B vektoru qütblərdən uzaqda daha qısa çəkilib? Qütblərə yaxın, çünki maqnit sahəsi daha güclü olur. Məsələn, bax, bu nöqtələri çəkdiyin zaman B daha güclü olur qütblərə yaxın nöqtələrdə. Amma uzaq çəkdiyin zaman ölçüsü daha qısalır. Bunun səbəbi maqnitdən uzaqlaşdıqca maqnit sahəsinin zəifləməsidir. Yazırsınız. Maqnitdən uzaqlaşdıqca maqnit sahəsi zəifləyir. Davam edək. C. B ilə işarə olunan kəmiyyətin istiqaməti necə müəyyən olunur? B ilə təyin olunur induksiya vektoru və bu induksiya vektorunun istiqaməti istənilən nöqtədə qüvvə xəttinə toxunan şəklində çəkilir. Baxın. Fərz edək ki, bax, burada bir A nöqtəsi var. Bu A nöqtəsində maqnit induksiya vektorunu təyin etmək istəyirəm. Buraya bir toxunan çəkirəm və B bu istiqamətdə yönəlir. Burada bu istiqamətdə, burada bu istiqamətdə. Və istiqamətini təyin etmək üçün bax, bu şəkildə maqnit əqrəblərini düzməyimiz də əlverişli üsuldur. Baxın, bax, bu mavi istiqamətlər, yəni maqnit əqrəbinin mavi qütbü bizə B-nin istiqamətlərini göstərir. Bax, bu şəkildə. Davam edək. Sonraki çalışmamız 5 nömrəli çalışmadır. Şəkildəki sxemi dəftərində çək və aşağıdakı ardıcıllıqla tamamla. Dairələr kompası təmsil edir. Yəni, burada bir kompas əqrəbini görürsünüz. Burası S, yuxarısı da N şəklində. Əgər bu şəkildə təsvir olunursa, o zaman burası N olar, burası S olar. Çünki maqnitin N tərəfi kompasın əqrəbinin S tərəfini özünə cəzb edər. O zaman bu şəkildə olar. Deməli, maqnitin qütblərini müəyyən etdik. İki maqniti uyğun rənglərlə rənglə. Əgər rəngləsək, S-i qırmızı ilə gərək rəngləyək. Çünki S cənubdur, sağ ol. Bu şəkildə. N-i isə mavi rəngləyə bilərik bu şəkildə. Davam edək. 3. Maqnit sahəsinin qüvvə xətlərini çək. Maqnit sahəsinin qüvvə xətləri N-dən çıxır, S-ə daxil olur. N-dən çıxır, S-ə daxil olur. Baxın, bu şəkildə. N-dən çıxır. Bu şəkildə. S-ə isə daxil olur. Burası S, burası N idi. Bunu da elədik. Davam eləyək. 3 fərqli nöqtədə induksiya vektorunun istiqamətini çəkin. İstənilən nöqtədə induksiya vektorunun istiqaməti toxunan istiqamətdə yönəlir. Məsələn, burada bir A nöqtəsi çəkirəm. Bu istiqamətdə buna çəkilən toxunan belə yönələr. Burada bir B nöqtəsi çəksəm, buna edilən toxunan bu şəkildə çəkilir. Buradakı C nöqtəsində də toxunan həmin nöqtəyə çəkilən toxunan istiqamətində yönəlir. Bunlar maqnit induksiya vektorlarının istiqamətləridir. Davam edək. Növbəti çalışmamız
6 nömrəli çalışmadır. Şəkildə sabit maqnitlər və onların ətrafında maqnit sahəsi təsvir olunub. A. Maqnit sahəsi hansı şəkildə düzgün təsvir olunub? Cavabı əsaslandır. Əlbəttə ki, B şəklində düzgün təsvir olunub. Çünki əsaslandır deyir bizə cavabı. Çünki biz bilirik ki, qütblərdə maqnit sahəsi daha güclüdür. N-dən çıxar və S-ə daxil olar. Bu şəkildə. B-yə keçək. B-də də deyilir ki, maqnit sahəsinin hansı şəkildə doğru təsvir edildiyini necə yoxlamaq olar? Əvvəl də dediyimiz kimi iki üsulla müəyyən etmək olar. Üzərinə bir dənə şəffaf plastik lövhə yerləşdirərik. Sonra üzərinə dəmir tozu tökərik. Görərik ki, həmin dəmir tozları bu xətlər boyunca düzülmüş olarlar. Və yaxud da maqnit əqrəblərini gətirib bunun ətrafında düzdüyün zaman həmin xətlərin təsvirini yaradacaqlar. B bəndini də bu şəkildə demiş olduq. Tamamlayaq indi. 7-ci sualı bitirsək tamamlamış oluruq. Deməli, maqnit burada göstərilir. Maqnit sahəsinin qüvvə xətləri çıxır. Burada da cənub qütbü yazılır. Burada nə yazacağıq? Əlbəttə ki, maqnit sahəsinin qüvvə xətləri çıxır. N qütbündən, biz ona şimal qütbü deyirik. O zaman buraya yazıram. Şimal qütbü. Sonra burada da davam edək. Cənub qütbündən isə maqnit qüvvə xətləri daxil olur. O zaman yazıram buraya. Maqnit sahəsinin qüvvə xətləri daxil olur. Bu şəkildə. Bu qədər. Mövzumuz bəsit idi. İnşallah növbəti mövzuda görüşərik. Daha doğrusu mövzularımız bitdi bizim. Ümumiləşdirici tapşırıqları bir sonraki dərsdə izah eləyəcəm. İnşallah görüşərik. Sağ olun.